Salam əziz izləyicilər, sosial mediada maraqlı bir video görüntü izlədim. Həmin video görüntüdə diqqəti cəlb edəcək bir neçə məqam var. Bilirsiniz də bizdə müxtəlif sahələrdə o cümlədən də nəqliyyat sistemində yeniliklər tətbiq olunursa, bəzən xarici ölkələrin müsbət təcrübəsindən istifadə olunduğu deyilir, ondan nümunələr gətirir. Xüsusilə AYNA, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi belə nümunələrdən bəzən istifadə edir, nümunə göstərir. Mən də həmin video görüntü vasitəsilə AYNA üçün nümunəvi olacaq məqamları diqqətə çatdırmaq istəyirəm. Video görüntünün İspaniyanın paytaxtı Madriddə çəkildiyi deyilir. Azərbaycan vətəndaşı, Azərbaycanlıdır çəkən, tanımıram, amma diqqətimi cəlb elədi. Mən də onu paylaşmağı qərara aldım. Birincisi məqam, yəni sürücü yol mədəniyyəti ilə bağlı bizə aiddir. Yüzlərlə maşın yolun sağında, solunda saxlanılıb, necə səliqəli, mədəni şəkildə saxlanıldığı diqqətimi cəlb elədi. İkinci məsələ, deməli, avtobus yollarında taksilərə də icazə verilməsidir və bunun üçün də xüsusi nişanın tətbiqi diqqəti cəlb elədi. Bizdə də bu məsələ problemdir. Uzun illərdir taksi sürücüləri avtobus yollarından istifadə etməsini istəyirlər, amma buna hələlik imkan verilmir. Hələ indi Bakıda deməli sərnişin düşürük minimə məntəqələri yaradılmağa başlayıb. Nəinki hələ taksilərə avtobus yolunda icazə vermək. Bu deməli diqqətimi cəlb edir. Bax buradan da AYNA da bu nümunədən istifadə eləsə yaxşı olar, bu təcrübədən. İkinci deməli məsələ odur ki, o videoda deyildiyi kimi yüzlərlə maşının dayandığı yerdə heç bir parkovka nişanları və parkovşıq yoxdur. Amma bizdə bilirsiniz də, hətta az qala deməli, binaların həyətinə də parklanma nişanları qoyulub və ondan pul qazanırlar. Amma burada yüzlərlə, dediyim kimi, maşının, avtomobilin dayandığı yerdə bir dənə də olsun nişan yoxdur. Bax, bu təcrübədən də AYNA istifadə eləsə yaxşı olar. Bax, bura Madrid şəhəridir. Sən fikir vergirəm, bu qədər maşınlar dayanıbdır. O tərəfdə də, bu tərəfdə də. Heç birində də parkovka deyilən, pul almaq, məsəl üçün, yerləri yoxdur. Fikir versiniz. Bax, düz bir 10 dəqiqadır gələm. Bax, fikir versən, düz bu biri tərəfədə. Bir dənə demək olar ki, maşınlardan pul yığmaq söhbəti yoxdur. Baxa bilərsiniz. Bax, bu magistral yoldur. O tərəfdə də bir sıra maşın dayanır. Bu tərəfdə də bir sıra maşın dayanır. Heç bir yerdə də parkovka pulu yoxdur. Görürsünüz. Çox gözəl də təmir şəhərdir. Bax, yağışdan sonra fikir versən maşınların üstünə 1 qram ləkə yoxdur. Görürsünüz. Baxın.